Xurma yemək üçün 10 önəmli səbəb. Əsasən Ramazan ayında süfrələrdən əski olmayan xurma əslində bütün vaxtlarda yeyilməsi məsləhət görülən önəmli qidalardandır. Buna səbəb isə xurmanın tərkibində potassium, dəmir, kalsium olmaqla bir çox vitaminin yer almasıdır. Məlumat üçün bildirək ki, hər qidada olduğu kimi xurmada da miqdara diqqət yetirmək lazımdır. Gündə 3 ədəd orta ölçülü xurma yeyilməsi məsləhət görülür. Bunun ümumi dəyəri 60 kaloridir ki, bu da bir porsiya meyvəyə bərabərdir. Badem Bakır Köy Xəstəxanasının qidalanma və diyeta mütəxəssisi Şeyda Sıla xurmanın insan orqanizminə faydalarını açıqlayıb. Həzmi asanlaşdırır. Mədənin gec tərk etdiyi üçün toxluq hissi yaradır. Qəbizliyin qarşısını alır. Dərini gəncləşdirir. Əzələ ağrılarının qarşısını alır. Ürəyin funksiyasını nəzarətdə saxlayır. Ürək-damar tutulmasının riskini azaldır. Stres və gərginliyi azaldır. Qan azlığının qarşısını alır. Tərkibindəki B2 və B3 vitaminlərinin sayəsində qırmızı qan hüceyrələrinin sayını artırır. Sümükləri möhkəmləndirir.